Yıllar önce bir gənc var idi. Bu yolları bir neçə dəfə gəlib gedirdi ki, Avropaya bir ümidlə çıxa bilsin hər hansı bir yolla. Ətrafda bir qədər göstərim, bilənlər bildi buralar haradır. Və 3 il bundan öncə buralara gəlib gedəndən sonra min bir cür əziyyətlə Polşaya yol açıldı və biz getdik və bu gün də qismət oldu. Yenə də həmin yollara gəldik və köhnə günləri yadımıza saldı. Bir də yadıma nə düşdü? Bəzi insanlar təbii ki, səfirlik hər kəsin vizasına təsdiq verə bilmir. Bəzi insanlara yox da deyə bilir. Fərqi yoxdur hər hansı bir səbəbdən. Bəzən olur, hamının vizasına təəssüf ki, təsdiq verə bilmir və o kim ki, təsdiq almayan insanlar var. Yenə də ruhdan düşməyin, bir qədər çətin olacaq, amma dəyər. Bir qədər əziyyət çəkin, səbirli olun və təsdiq alana kimi bu yoldan əl çəkməyin. Çünki işin sonunda dəyəcək. Bu qədər deyə bilərəm.